Onu doğma anası yox, atasının ikinci həyat yoldaşı böyüdür. Müstəqillik dövrünün ilk illərində o Bakını tərk edib Amerikaya köçür və burada hər şey yenidən başlayır. Şöhrətdən sonra sadə və sakit həyat yaşamaq onun üçün ayrıca bir sınaq olur. Çətin də olsa bu həyata öyrəşir və hər şeyin yaxşı getdiyi bir vaxtda ömrünün 62-ci ilində dünyasını dəyişir və yalnız 3 həftə sonra dəfn olunur. Söhbət Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, müğənni, aktrisa Firəngiz Rəhimbəyovadan gedir. O, tamaşaçıların yaddaşında daha çox Bəxt Üzüyü filmindəki Sevda obrazı ilə yadda qalıb. Öz dediyini eləyən qızı idi də, yəni özü hər şeyi həll eləyirdi. Bəlkə də onu atası istəməzdi ki, o müğənni olsun, amma oldu. Sonra filmə çəkiləndə də narazılıq oldu, istəmədilər çəkilsin, amma o çəkildi. Hər bir işə də başlayanda fikir vermişsiniz, çox uğurlu olur. Çünki çox istedadlı insandır, çox. Onun elə gözəl gülüşü var idi, xarici görünüşü, giyinmə qabiliyyəti, özünü təqdim etmə qabiliyyəti. Bunlar hamısı o qədər yüksək idi ki, onu sevməmək mümkün deyildi. Mən indiyənəcən hərdən televiziya kanallarında göstərirlər o retro mahnıları. O oxuyanda mən dəli kimi oluram. Həm də onda məndə həmişə onun diskləri olub, səs yazılışı olur və mən darıxanda əlbəttə ki, qulaq asıram onu. Özü səmimi xanım idi. Firəngiz deyəndə adamın gözünün qabağına hündürboy, qəşəng, gözəl bir şən, gümrah, gülər üz, zarafatçıl bir xanım gəlir. Bax, elə o Seda obrazında o nətər bəzi yerlərdə gülür, zarafat eləyir, özü elə həyatda elə idi. Bir zarafatla bir söz atardı, özü qaqqanaq çəkib gülərdi və hamıya xoş təsir bağışlayırdı. Və Firəngiz deməli, Bəxt Üzüyü filminə çəkilməmişdən əvvəl onu bir müğənni kimi hamı tanıyırdı, eləcə də mən tanıyırdım. O çox yaxşı qız idi, amma onda biraz qısqanclıq var idi də. O elə bilirdi ki, bəlkə mən daha çox onun üçün nəsə eləyə bilərəm, amma mənim elədiyimdən çox heç kim eləyə bilməzdi. Özünüz bilirsiniz ki, onun gəlmək kinoklub görüşündə onu da mən xahiş elədim ondakı. Bu artıq Amerikadan gəlir, gəlin elə veriliş çəkək ki, Firada olsun. Onu yeni il verilişində çəkdi. Çox gözəl veriliş idi onda. Çox sağ olsun. Astaveki, yəni buna imkan verdi, görüşdü. Həm də bilirsiniz, o vaxt təyyarələr gələndə artıq düşmək üçün pilləkənləri qoymurdular da. Amma biz orada danışdıq, elədik ki, Moşu ilə görüşüb pilləkəndə olsun. Çünki o bilmirdi ki, onu çəkəcəklər. Biz deməmişdik ona ki, səni çəkəcəklər, verilişlər, neynəyəcəklər. Amma etibar çox sağ olsun ki, yəni bütün bunları hazırladı. Dedilər, Firəngiz gəlir. Amma Firəngiz bilmir, biz onu qarşılayacağıq. Dedilər, Firəngizi qarşılayacaq. Bunlar çəkirlər də, bizimkilər. Veriliş çəkirlər də. Mənə apardılar trapa. Trapın laf yuxarısında ki, burada deyən, o içərdən çıxanda elə burada görüşəcəyiz. Mən də durmuşam trapda. Adamlar düşürlər. Təyyarə Moskvadan gəlirdi. O görünür, Moskvadan belə gəlirdi. Moskvadan gələn təyyarə idi. Cəmaat düşdü, birdən bu çıxdı, mən belə durmuşam da, belə baxdı, keçdi, birdən dayandı. Vay, beləcə, Moşik. O yadımdadır, görüşdük, qucaqlaşdıq. Sən hara, nədir bu? Pıçıldadım ki, veriliş çəkirlər, söhbət elə. Çəkdilər, sonra bizim maşınla, o vaxt BMW zat az idi Azərbaycanda. Ve təzə BMW-lərdən zaten bizi şəhərdə gəzdirirdilər, veriliş üçün çəkirdilər. Orada sözlər vermişdilər bizə, elə bil ki, buna qəribə gəlirsən, Moşu sən hara, BMW hara, belə şeylər.
Eləncilik. Firəngiz Rəhimbəyevanın anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım Firəngizi böyüdüb boya başa çatdırır. Təhsil alması üçün ona dəstək olur və toyunu edir. Firəngiz Rəhimbəyeva ilk həyat yoldaşından ayrıldıqdan sonra 1993-cü ildə qızı Raisa ilə Birləşmiş Ştatların Los Angeles şəhərinə köçür. Qızı daha sonra adını Rachel olaraq dəyişir. Sənətçi 1999-cu ildə burada arxitektor Raymond Anthony ilə tanış olur və onlar ailə həyatı qururlar. Firəngiz Rəhimbəyeva Los Angelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və kiçik bizneslə məşğul olur. Onun yoldaşı ondan biraz çox böyük idi yaşda. Amma Firəngiz xanım hansı ki restoranda oxuyurdu, o ilk dəfə dostlarına gəlib onu orada görmüşdü, eşitmişdi və ona vurulmuşdu. Sonra Firə danışır ki, demək olar ki, 2 gündən bir gəlirdi, qulaq asırdı, otururdu mənə. Məndən əl çəkmədi ki, əl çəkmədi. Mən deyir, istəmirdim onunla yəni, ailə quram. Yaşda ondan biraz böyük idi. Amma o qədər gözəl insan oldu ki, o qədər mənə gözəl münasibət bəslədi ki, mən ona hə cavabı verdim. Yoldaşı həm kino sənəti var idi. O həm kinoda çəkilirdi, həm də ki tikinti işlərinə məşğul olurdu. Onun öz belə firması var idi. Çox gözəl evləri var idi, çox gözəl həyətləri var idi, bütün çiçək içində idi. Öz yəni çərhöyüzü də var idi. Onları üzürdülər orada. Kaliforniyada qış olmur. Onların qışı da elə bizim yazımız kimi, payızımız kimi keçir. İlk dəfə mən onun toy gününə hədiyyə kimi getdim. Yəni heç özün də beynində heç yerləşmirdi ki, mən gələ bilərəm. Amma viza mənə verdilər. Viza alandan sonra dedim ki, mən artıq gəlirəm sənin toyuna. Çox sevindi. Mən də çox sevindim ki, onun elə bir günündə mən onun yanında olum və doğrudan da getdim. Çox gözəl toy məclisi oldu. Özdəki toyda Amerikanlar çox az idi. Daha çox keçmiş Sovet İttifaqından keçən müxtəlif millətli insanlar var idi. Və mən yadımdadır ki, təyyarədən düşdüm. Sonra o məni qarşıladı. Elə ki, mindi onun maşınına, o rulun arxasında oturmuşdu. Dedim ki, mən sənə disklər gətirmişəm, kasetlər gətirmişəm. Kasetin birini götürdü, saldı. Elə musiqinin ilk taktından ağlamağa başladı. Mən də ona deyirəm ki, nahaq götürdün, saldın. Çünki mən bilirdim ki, bu belə olacaqdır, heç nə olmaz. Bu sevincdir, göz yaşıdır. Mən çox darıxıram öz musiqimiz üçün, öz yəni məni qarşılayan tamaşaçılar üçün, hamı üçün çox darıxıram. Deyirəm, bilirəm. Çox diqqətli idilər. Məni gəzdirirdilər, hər yana aparırdılar. Adı Raymond idi oğlanın. Raymond işdə olurdu. Amma biz Firəngizlə axşamacan bir yerdə olurduq. Axşam işte o işə gedəndə oxumaq üçün hərdən gedirdim, otururdum, mən də qulaq asırdım ona. Hərdən də evdə qalırdım. Rachel'lə qalırdım evdə. Firəngiz çox ciddi ana idi. Yəni qızına hər şeyə icazə vermirdi. Və deyirdi ki, sən 19 yaşından sonra özünü böyük kimi apara bilərsən. 19 yaşına qədər isə mən nə deyirəmsə o olmalıdır. Qız da hamısına riayət edir. Çox ağıllı, çox gözəl, çox tərbiyəli qız idi. Oxuyurdu. Sonra onlarda belədir ki, onlar 15 yaşından sonra hamısı nəsə bir işlə məşğul olmaq istəyirlər. Gedirdi elə yəni
itlərə, pişiklərə yundururdular, qulluq eləyirlər, gəzdirirlər. Bu Amerikada bir qəbul olunmuş bir işdi. Ona görə də az-az nəsə öz pulu olurdu, neynirdi. Amma o da Azərbaycana çox bağlı bir qız idi. 19 yaşı olanda, sonra 21 yaşında deyəsən o artıq ailə qurdu. Özü də İranlı bir oğlanla. Yenə müsəlmana getdi. Yenə də onu gəlib evdən necə Azərbaycanlılar götürən kimi vağzalı çaldılar, vağzalla apardılar. Və Fir əlbəttə ki, çox ağlayırdı, neynirdi. Amma ki, çox gözəl toy oldu, hər şey yaxşı keçdi. Firanda toyunda çox Azərbaycan musiqisini biz buradan yazıb aparmışdıq, göndərmişdik ona. Biz də hamımız Azərbaycan musiqisini rəqs edirdik. Orada olan Azərbaycanlı dostlarımız gəlmişdi. Həm də ki, elə ruslar da, cütlar da hamı qoşulmuşdu bizə. Bizim rəqsimizi oynayırdılar, hamı ləzzət alırdı ki, yəni biz orada da belə bir məclis qurmuşuq və Azərbaycan rəqsini çalırıq, Azərbaycan musiqisinə qulaq asırıq. Həm də bilirsiniz, Raymond onu çox sevirdi ona görə ki, həmişə mənə deyirdi ki, o çox yaxşı qadın olmaqla yanaşı çox evdar xanımdır. O doğrudan da həm xörəyi bişirirdi. Raymondun gəlməsi üçün mütləq onlarda heç kim demək olar ki, bişirmirdi. Amma o bilirdi ki, o həmişə işləyən adamdır. Həmişə birinci yeməyi də, yəni sulu yemək, ikinci salatları, hər şey hazırlayırdı. Çox yaxşı qız idi. Ailə onun üçün çox böyük rol oynayırdı. Burada ailəsi dağıldı, amma bilirsiniz, insan əvvələn vurulur, elə bilir ki, bu artıq ömrünün axırına qədərdir. Amma görürsünüz, biraz yaşa dolduqdan sonra artıq onların hər ikisi başa düşdü ki, onlar bir-birlərinə biraz yatdılar. Ona görə o belə qət elədi ki, qızını da götürüb getsin dayısının yanına. Əvvəl dayısı gildə qalırdılar, sonra ev tutub qaldılar ayrıca. Sonra da ki, Raymond evləndi və bu evi onun təqdim elədi. Özü də o Bəxt Üzü 2 filminə gələndə danışırdı ki, vəziyyətim əladır deyirdi. Orada problem yoxdur deyirdi. Orada dili bilirsən və mənim sənətim oxumaqdır. Balaca estrada yerləri var ki, mən orada oxuyuram. Axşamlar yaxşı pul qazanıram, evim, eşiyim, bağım var, onu da deyirdi. Maşınım var, hər şey, qızımın da ayrı, özümün da ayrı. Yəni yaxşı yaşayırdı, yaxşı dolanırdı. Sadəcə gələndə vətəndən baxmayın. Lap adam gedib qızıl içində yaşasanda vətənin hissi, vətənin ətri, o torpağın ətri, o başqa şeydir. Onu hərdən bir adam hiss eləyəndə, görəndə ömrü uzanır elə bil ki. 2022-ci ilin avqustun 5-də 62 yaşını qeyd edən Firəngiz xanımın ad günündən bir neçə gün sonra səhhəti pisləşir və o ürək tutmasından dünyasını dəyişir. Onun həyatını itirdiyi gün həyat yoldaşı Raymondun ad günü idi. Təsəvvür edin ki, anadan olan günü hamı qonaqları yola verib, neyinib, hamısını yola salıb, sonra yalnız deyib ki, ürəyim çox pis ağrıyır. Maşın gəlib, təcili yardım maşını, heç gedib xəstəxanaya çatmamışdı. Artıq yolda dünyasını dəyişmişdi. Bu böyük dərddir. Ən böyük dərd odur ki, qızı üçün dərddir, bir də nəvələri üçün. Nəvələri onu o qədər çox sevirdim. Çünki həm də gözəl nənə idi. İlla ki, o böyük nəvəsinə hər şeyi öyrədirdi. Bizim xörəklərimizi bişirməyi, nə bilim, çox istəyirdi ona ki, şəkər bura, nə bilim, belə Azərbaycan şeyləri öyrətsin, bişirməyi, şirniləri. Çox gözəl nənə idi. Ən çox qızı, əlbəttə ki, bir də o böyük nəvəsi çox özünü pis eləyirdi. Bir də bilirsiniz, o dünyasını dəyişəndən sonra artıq Raymond o evdə yaşaya bilmədi. O evi satdı, getdi özü üçün balaca bir ev aldı.
özü orada yaşamağa başladı. Heç kimlə təmasda olmaq istəmirdi. Dedim, mən kimi ilə danışıram, kimi görürəmsə, hamı mənə Firəngizi yadıma salır, mən artıq buna dözə bilmirəm. Səhhəti ilə bağlı heç nə eşitməmişdik və o bir gün dedilər, ürəyindən rəhmətə gedib, ürək tutmasında. Yəni, ürək də belədir ki, çox vaxt bilinmir axı, adam yaşayır, yüngül ağrıya bilər, amma o demək deyil ki, ürək ağrıyan kimi elə nəsə xəstədir bu. Elə şeylər biraz gizli qalan şeylərdir. Bir gün cavan 63-64 yaşında deyəsən rəhmətə getdi. Biz eşitdik, əlbəttə tək mən yox, elə bütün onu tanıyanlar, sevənlər, həmi aktrisa kimi, Seda kimi onu sevənlər, həmi burada onun dostları çox idi axı. Dostları, yoldaşlar, nə bilim, qonşular, hamı Firəngizi sevirdi. O sevimli bir xanım idi, sevimli qız idi. O, əlbəttə, çox pis təsir elədi. Biz hər halda həmkar olmuşuq, yoldaş olmuşuq. Bir yerdə çörək yemişik, bir yerdə çəkilmişik. Firəngiz Rəhimbəyevanın ölümündən 3 həftə sonra dəfn olunmasının əsas səbəbi isə sənəd işlərinin uzanması idi. Onların qayda qanunu elədi də, bilirsiniz, birinci xəstəxanadan icazə verməlidirlər, ikinci bunlar o yeri də danışmalı idilər. Bunlarda həm də onlar deyəsən 9 gün saxlayırlar evdə. Bizdə elədir ki, həmin günü bastırmaq lazımdır. Onlar isə biraz tamam başqa cür qayda qanunları var. Ona görə də əlbəttə heç kim buna müdaxilə edə bilməzdi. O nə cür istəyirsə elə də olmalıdır. Çox heyif ki, mən gedə bilmədim. Çünki bizdə viza almaq çox çətindir. Həm də ki, elə lapdan oldu ki, heç kim beyninə yerləşdirmədi ki, belə tez viza alıb uçmaq lazımdır. Sonra isə getməyin nə mənası? Əgər o dəqiqə uçmaq olsaydı, o başqa məsələ. Amma belə geç, nə bilim, heç məsələn, ayağım gəlmir ki, indi ora uçum. Mən təsəvvür eləmirəm ki, mən gəlim təyyarədən düşüm, məni aeroportda qarşılamasın. Mənim üçün çox ağırdır. Biraz incimişdi məndən ona görə ki, yəni onda toy diskini mən heç kimə verməmişdim, heç kimə də göstərmədim. Yalnız mənim evimdə gəlib kimsə baxa bilərdi. Kimsə başqası, təkcə məndə deyildi, kimsə başqası göstərib, cəmaət, bilmirəm, necə görüb bunu. Mənə zəng eləyib ki, mənə zəng eləmişdi ki, deyirlər ki, mənim toy kasetimə kino kimi cəmaət baxır. Sən niyə elə eləmsən? Deyirəm, ay qız, mən birinci eləməmişəm. İkinci də ki, sən toy kasetində qeyri-adi nə var ki, cəmaət oturub sənə baxsın. 2 saat, 3 saat. Elə o toy olan yerlər, Amerikan toyunu görmək üçün o qədər filmlər çəkilib ki, Hollywoodda gül kimi cəmaət oturub baxar da, sən naq yerə məndən incimisən. Sonra yəni biraz belə də çətin oldu, amma mən yenə də həmişə onu istəmişəm, indi də çox istəyirəm. O mənim bir hissəmdir. Mənim yadımda elə qalacaq Firəngiz ki, necə o Bakıda olanda həmişə onlar axı şəhərdən kənarda, uzaqda Lökbətanda yaşayırdılar. Onlar çox vaxt bizdə olurdular. Özü, məsələn, oxumağa, yəni sənətinə görə başqa bir ölkəyə gedəndə qızını çalışırdı mənim yanımda qoysun. Ona görə ki, mənim qızımla bir yerdə onlara baxırdım. Sonra mən onu bağa aparırdım, yanımda saxlayırdım ya da istirahətə gedəndə çalışırdım ki, özümlə götürüm. Onlar Lökbətanda olanda ki, uşaqdı da, yəni mənim qızımla bir yerdə oynayırdılar, danışırdılar. Bunu yadıma salacağım, sonra necə məni qəbul eləməyi yadıma düşəcək. Sonra o bura Bakıya da 2 dəfə gəldi, ondan sonra çəkilişdə gəldi. Həm də çəkiləndə filmə Azərbaycan dilində axı səlis danışa bilmirdim. Mən ondan demək olar ki, hamısını əzbərləyirdim. Sonra rekvizitimiz çatmayanda geyim,
Filmin yarısının geyimi demək olar ki, mənim geyimlərimdə, hamısını verirdim ona. Sonra konsertlərdə, görüşlərdə, yəni gözəl libaslar lazım olanda mütləq bir-birimizə kömək eləyirdi. Biz çox yaxın olmuşuq. Bu qədər yaxşılığı bir başa düşməməzlik üstündə vurub yıxmaq düzgün deyil. Əlbəttə ki, mən də incidim ki, məni tanıyan adam heç vaxt ağlına elə bir şey gətirməməlidir. Bunun ürəyində nəsə bir niskil var idi də, ona görə hər şeyi bilmirdi ki, nəyə ilişsin, öz əsəbini çıxartsın özündən. Amma ki, bu elə bir şey deyil. Heç nə olmaz, nə olacaq ki? O hərdən o qədər insanlar nəsə elə bir hərəkət edir ki, inciyirsən, heç danışmaq istəmirsən. Amma sonra deyirsən ki, mən kiməm ki, onu bağışlamayım? Allah bilən məsləhətdir. Deyir, bəndə görməyəni Allah görür. Qoy elə olsun. Amma mən həmişə deyirəm ki, qoy o dünyasını dəyişib, qoy Allah ona o dünyanı veribsə, deməli, belə məsləhət görüb, onun qızı, tək balası xoşbaxt olsun, onun nəvələri xoşbaxt olsunlar, ömürləri uzun olsun ki, onlar yaşadıqca Firəngiz də yaşayacaq. Süjetin sonunda aktrisanın analığı Sona Rəhimbəyovanın taleyi haqqında danışmaq istərdik. O, uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayıb və 90 yaşında elə orada dünyasını dəyişib. Sona xanım ögey qızı haqqında mediaya verdiyi son müsahibəsində bunları deyib. İllərdir nə zəng edib, nə də ziyarət edib. Ondan mənə nə qız olacaq? Onun haqqında heç nə deyə bilmərəm.